Növbəti sualın izahına baxaq. Hündürlüyü 7 cm, diaqonalı isə 13 cm olan düzgün dördbucaqlı prizmanın oturacağının sahəsini tapın. Deməli, biz bu oturacağa bir A desək, oturacaq düzgün olduğundan kvadratdır. Yəni, bizdən onlar istəyirlər sahə bərabərdir A-nın kvadratını. Hündürlüyü 7-dir. Prizmanın öz diaqonalı isə 13-dür. Buradan bir diaqonal çəksək, bura deməli 13-dür. Bu hündürlüyü isə 7-dir. Gəlin oturacağın öz diaqonalını çəkək. Bunu kvadrat olduğundan Pifagor yazsaq, bu diaqonalı taparıq biz A kökdə 2. Bir dəfə Pifagor yazsaq, indi baxın bu üçbucaq üçün bir dəfə Pifagor yazsaq, biz A-nı tapa bilərik. Olacaq 13-ün kvadratı bərabərdir 7-nin kvadratı üstəgəl A kökdə 2-nin kvadratı, yəni 2A kvadratı. Buradan 2A kvadratı bərabərdir 120-yə, A kvadratı da bərabərdir 60 olacaq. Elə onlar da bizdən A kvadratını istəyirlər, yəni oturacağın sahəsi. Ona görə cavabımız olacaq 60.